Salam dostlar. Bugün Python'da ilk kodlarımızı yazacağıq və onun haqqında danışacağıq. Biz bir proqramlaşdırma dilini öyrənərkən öyrənmə strategiyası çox önəmlidir. Yəni çox əhəmiyyətlidir. Yəni hansı strategiyanı siz o proqramlaşdırma dilini öyrənirsiniz, hansı planlama ilə öyrənirsiniz, bu sizin öyrənmə sürətinizin və ya öyrənmə keyfiyyətinizi müəyyən edən şeylərdən biridir. Buna görə də biz proqramlaşdırma dilini öyrənərkən biz birinci bilməliyik ki, biz nə hazırlayacağıq, nə yazacağıq? Biz proqram yazırıq, düzdürmü? Və bu proqram təfəkkürü, proqram yazmaq təfəkkürü nədir? Ona baxacaq birinci. Və bunu analiz edə bilmək üçün, biz bir kod yazacağıq. Yəni daha doğrusu bir sözlərdən ibarət bir qarışıq bir şey yazacağıq. Və bunun nəticəsində bir şey olmasını gözləyirik. Yəni bir nəticə olmasını gözləyirik. Ona görə proqram məntiqini birinci başa düşmək lazımdır ki, proqram deyiləndə ağla nə gəlir, bu nə deməkdir və biz proqram yazanda necə yanaşmalıyıq məsələyə. Yəni bu önəmli bir mövzudur. Deyək ki, biz burada bir dənə hər hansı bir fayl açmışıq. Deyək ki, run.py deyə bir fayl açmışıq. Bu hər proqramlaşdırma dilinin və ya hər fayl növünün özünün bir müəyyən uzantısı olduğuna görə Python'un da bir uzantısı var. Eləmi? Və biz burada müəyyən kodlar yazırıq. Məsələn, yazdıq print hello world. Məsələn, hello world məsələsi. Bunu yazdıq. Yəni burada biz baxırıq ki, biz burada sözlərdən istifadə eləmişik, print yazmışıq, mötərizə qoymuşuq, dırnaq qoymuşuq və hello world yazmışıq, və bunlar elə ifadələrdir ki, mənim maşınım, yəni mənim proqramlaşdırma ilə məşğul olduğum kompüterim bu ifadələri başa düşmür. Və mən məcburam ki, bu ifadələri maşınıma izah eləyim və ondan sonra onun üzərinə o maşın nəsə əməliyyatlar aparsın və mənə bir nəticəni göstərsin. Bunu eləmək üçün də təbii olaraq biz yazdığımız koda, hansı ki biz bu koda, buradakı yazdığımız bu ifadəni, bu faylın içərisində yazdığımız kodlara bundan sonra source kodlar deyəcək, yəni qaynaq kodlar. Qaynaq kodlar dediyimiz şey nədir? Bizim proqramçının, yəni əmr verən tərəfin yazdığı kodlardır. Bunu da və indi bizə bir şey lazımdır ki, bir arada bir tərcüməçimiz lazımdır ki, bunu götürsün, tərcümə eləsin mənim kompüterimin başa düşəcəyi formata və ondan sonra nəticəni mənə göstərsin. Bu hissəni indi birazdan həll edəcəyik. Amma bundan öncə biz özümüzdə bir təfəkkürümüz olmalıdır ki, proqram yazmaq deyilən şey nədir? İndi bunu izah eləmək üçün belə bir izahat vermək istəyirəm. Fərz edin ki, mən kofe bişirmək istəyirəm. Kofe içmək istəyirəm, düzdürmü? Mən kofe içə bilmək üçün nə etməliyəm? Deməli, mənim birinci üsul nədir? Mən bir dənə stakanımı götürürəm, onun içərisində bir dənə su doldururam və bir qaşıq, iki qaşıq, hər nə qədərsə kofeni tökür onun içərisində, qarışdırıram və içirəm. Burada gördüyüm, mən kofe içirəm. Eləmi? Amma burada elədiyim əməliyyat, bu əməliyyat, kofe içmə əməliyyatını mən manual elədim. Yəni ki, özüm həll elədim. Yəni burada hər hansı bir proqramdan istifadə eləmədən mən kofe içməyə başladım. Amma bir də var ki, ikinci bir məsələ var. Mən kofe hazırlama prosesini kimin öhdəsinə buraxıram? Kofe bişirmə aparatının üzərinə buraxıram. İndi gəlin beynimizdə bir dənə vizuallaşdıraq ki, kofe bişirmə aparatı deyilən şey necə bir şeydir və onun üzərindən işlərimizi görək. Deməli, burada bir kofe aparatının belə bir şəklini çəkirəm, elə belə. Bunu kofe aparatı olaraq fikirləşək. İndi bu kofe aparatının içərisini biraz, daxilini biraz bəsit şəkildə illüstrasiya eləsək, bu kofe aparatının içərisində nə var? Belə bir yer var, qab var, hər neysə var. Bir dənə də bu iki dənə yer var, belə qab. Hansı ki bunlar ayrılıb, biri su üçün ayrılıb, yəni su dökmək üçün ayrılıb. Biri də
kofe dökmək üçün ayrılıb. Yəni bu burada kofe aparatının içərisində bu su və şey tökmək üçün, kofe tökmək üçün ayrı-ayrı yerlər var. Ondan sonra bunun prosesi necədir? Ondan sonra kofe aparatının içərisində belə bir mexanizm var. Hər necə bir fərqli bir mexanizmdir. Bu mexanizmin də işi nədir? Mən buradan çöldən bir dənə suyu tökürəm bura, bu qabın içərisinə. Ondan sonra buradan kofeni tökürəm bura. Və bunların da bu qablarında bu mexanizmlə əlaqələri var. Yəni mənim bura tökdüyüm kofe və su gəlib birləşir burada. Və bu mexanizm, buradakı mexanizm hər necə mexanizmdirsə, onun detalına girməyə ehtiyac yoxdur. Bu nə edir? Onları qarışdıraraq mənim üçün kofe bişirmə, kofemi hazır edir və nəticə etibarilə bu mexanizmdən çıxan, bu aparatdan çıxan məhsul nə olmuş olur? Mənim içə biləcəyim bir kofe olmuş olur. Gördüyünüz kimi. İndi burada diqqət edin, mənim qurduğum burada bir aparatdır, fikir verirsiniz. Yəni bu aparatın müsbət cəhəti nədir? Müsbət cəhəti nədir? Deməli ki, burada artıq bu qablar, buradakı qablar xüsusi qablardır. Bunların müəyyən bir miqdarı var. Siz bu qablara müəyyən miqdarda kofe tökəndə, o birisinə müəyyən miqdarda su tökəndə, bu artıq o kofenin içilə bilən hala gətirir özü. Məsələn, deyək ki, amma manual olaraq düzəldəndə, mən belə deyək də, el arasında biz nə deyirik? Gözə yarı. Mən bu kofe, manual olaraq kofe düzəldəndə, mən orada artıq nə qədər su qoyulacağını və nə qədər kofe qoyulacağını mən özüm təcrübəmə əsaslanaraq edirəm. Müəyyən kriteriya yoxdur. Yəni, dolayısıyla burada mənim hazırladığım kofenin keyfiyyəti dəqiq olmayacaq. Çünki mən özümə görə hazırlayıram bunu, və bu proqramın istehsal elədiyi bir kofe deyil. Bu manual bir kofe deyil. Və bir də var, kofe aparatının hazırladığı bir kofe və bu aparatların növlərinə görə hətta, yəni ki, onların istifadə elədiyi məmulata görə o kofenin keyfiyyəti də dəyişir. Aparatın keyfiyyətinə görə. İndi bu kofe aparatını biz özümüzdə fikirləşirik ki, biz proqramçı olaraq kod yazın, proqram yazanda əslində virtual bir aparat yaradırıq. Hansı ki, bu virtual aparatın giriş nöqtələri var, hansı ki, o məmulatı onun içərisinə yerləşdiririk biz və o aparatın içərisində o məmulatlardan istifadə edərək məhsul istehsal edən bir mexanizm var. Bu, real həyatdakını biz vizuallaşdırsaq proqramlaşdırma ilə və ya digital dünya ilə əslində dəyişən bir şey yoxdur. Məntiq olaraq eynidir. Biz sadəcə burada fiziki olaraq hər hansı bir qab yaradırıqsa, kod yazarkən də, bir proqram yazarkən də əslində onu yaratmış oluruq. Dolayısıyla indi birazdan izah edəcəyim mövzuda bunu yadda saxlamaq lazımdır. Yəni proqram yazma məntiqi deyilən şeyin əslində nə olduğunu yadda saxlamaq lazımdır ki, bu təfəkkür olmadan bizim proqramçı ola bilməyimiz mümkün deyil. Və indi burada dediyimiz kimi bu proqram məntiqini anladıq. Mən indi istəyirəm ki, belə bir qurğu yaradım özümdə. Bu qurğunu yarada bilmək üçün mənim nəyə ehtiyacım var? Bayaqki şəkildən yadınızda qaldısa, deməli ki, mənim burada bu aparatı istehsal edə bilmək üçün, aparatı yarada bilməyim üçün, aparatın var olması üçün nə olmalıdır? Birinci qayda nədir? Birinci məhsul olmalıdır. Yəni ki, mən məhsulum olmalıdır ki, yəni məhsul dəqiq olaraq ortaya qoyulmalı ki, mən necə bir şey istəyirəm və ya bayaqki misalda mən necə bir kofe istəyirəm, acı kofe mi istəyirəm, nə bilim, şəkərli kofe mi istəyirəm, tünd kofe mi istəyirəm və s. və s. Bunun dəqiq olaraq mən bilməliyəm ki, mən bu aparatın istehsal eləyəcəyi kofenin tipini mən müəyyən eləməliyəm, dəqiq olaraq. Və ondan sonra bu məhsulu təyin elədim. Məhsulu təyin elədikdən sonra mən bunu istehsal eləmək üçün hansı tipdə məmulatlardan istifadə eləyəcəmsə, onları da təyin eləməyim lazımdır. Məsələn, buna product deyə bilərsiniz və ya biz buna proqramlaşdırma dünyasında output deyirik, yəni nəticə. Bir də var ki, bu nəticəni əldə eləmək üçün mənim ingredientlərim, yəni ki,
xam mal deyək bura. Xam mal və ya buna da biz nə deyirik? Input proqramlaşdırmada. Yəni, mən bir proqram yazacağım, ona input daxil eləyəcəm çöldən və ondan sonra o aparat mənim üçün bir məhsulu istehsal eləyəcək. Ki, bunun yazılma prosesində, bu aparatın hazırlanma prosesində, yəni ki, onun içərisindəki qurğuların bir-birinə bağlanması, yəni ki, miqdarlarının təyin olunması və s. və s. Buna da biz proses deyirik, belə deyək də. Proses və ya bunun digər adı ilə də biz buna alqoritm deyə bilərik. Alqoritm. Yəni, işin görülmə ardıcılığı. Okay. İndi bu 3 hissədən ibarətdir bizim bir məhsul, proqram dediyimiz məfhum bu 3 hissədən ibarətdir. Birinci, nə olacaq, nə istehsal edəcəyimiz, onun istehsal etmək üçün lazım olan inputlar və bu inputdan outputa gedən proseslər. İndi burada biz hansı nöqtəyə diqqət yetirəcəyik? Bu nöqtəyə diqqət yetirəcəyik. İlk kod yazanda buradan başlayacaq. Çünki artıq məhsulu təyin eləmək beyində olan bir şeydir. Yəni ki, necə istehsal olunur, nə tipli bir şey istehsal edəcək, o beyində olacaq bir şeydir. Amma bu input isə mən bunu bir yerdə qeyd eləməliyəm. Yəni, bilməliyəm ki, mən burada nədən istifadə edəcəm? Sudan, kofedən istifadə edəcəm və mən bu suyu və kofeyi daşıya bilmək üçün mən nə etməliyəm? Müəyyən qablar təyin etməliyəm ki, bu xam malı daşıya bilim. Onun üçün də məsələn, bu Python-dan nümunə versək əgər, mənim indi özümdə bir proqram yazmaq istəyirəm. Bu proqramın adı nədir? 2 ədədi toplayan bir dənə proqram. İndi gəlin bunu birinci vizuallaşdıraq özümüzdə, yəni proqram vizuallığını təyin edək, sonra onu koda çevirək. Görək, biz bunu Python-dan necə ifadə edəcəyik? Yəni, köhnə dərslərdə də dediyimiz kimi, bizim əsas işimiz real həyatda olan bir prosesi kod vasitəsilə, müəyyən ifadələr vasitəsilə vizuallaşdırmaqdır, simulyasiya eləməkdir. İndi gəlin biz o 2 ədədin toplanması üçün bir dənə qurğu yaradaq. Qurğunun şəklini çəkək. Gəlin bu qurğunu buradan mən çəkim. Deməli, məndən nə lazımdır? 2 ədədin toplanması. Belə deyək ki, mən buna belə bir aparat yaradıram. Bunun adına deyirəm toplama qurğusu. Toplama qurğusu deyirəm. Və bu qurğunun içərisində nə olmalıdır? Bu qurğunun içərisində əgər məqsəd 2 ədədin toplanmasıdırsa, deməli ki, bu ədədləri yerləşdirə bilmək üçün o qurğunun içərisində bir yer olmalıdır. Bir qutu olmalıdır. Gəldim bura A qutusunun olduğu yer, bu da B qutusunun olduğu yer. Okay, bunlara gəldik, ad verdik. Bu A, bu da B. Ondan sonra dedik ki, bunu təyin elədik. Yəni, ondan sonra bəs bunların mix olunması üçün, yəni bir yerə toplanması üçün nə etməliyəm? Yenə ya bir proses icra edən bir şey eləməyim lazım, ya da bir dənə qurğu yaratmaq lazım ki, bunları toplasın. Bunları da mən buradan belə bir qurğu yaradıram. Bunun adına da deyirəm ki, bu olsun C. Fikir verirsinizsə, bu olsun C. Bunu yerləşdirdik. Və ondan sonra indi bir də buna, bu proqrama mən artıq qurğumu yaratdım. Bu nə edəcək mənim üçün? Bunun nəticəsini göstərəcək mənə. Yəni ki, və burada deyirəm ki, məhsulum nə olmalıdır mənəm? Burada. İndi mən burada toplama əməliyyatı apara bilər. Toplama əməliyyatını apardığı zaman nəticədə istifadəçiyə nə göstərmək istəyirəmsə, onu öncədən təyin eləməliyəm. Deməli ki, burada ekranda nə görünə bilər? Yəni, istifadəçi nə görə bilər? Birinci görə bilər ki, məsələn, 2 dənə ədəddirsə, məsələn, 5 və 6-ın nəzərə alsaq, ekranda istifadəçi 11 görə bilər. Bu bir nəticədir, bu bir məhsuldur. Ondan sonra belə bir ekranda yazı yaza bilər. Deyə bilər ki, daxil edilən rəqəmlərin cəmi 11-dir. Bunu deyə bilər. Və ya ondan əlavə deyə bilər ki, məsələn, A ədədi, yəni 5 ədədi ilə 6 ədədinin cəmi
11-dir. Bunu deyə bilər. Və ya sadəcə riyaziyyatda olduğu kimi yaza bilər ki, 5 üstə gəl 6 bərabərdir 11. Belə bir nəticə verə bilər. Baxın, indi burada bir neçə dənə nəticə variantı. Yəni, əslində o nəticə dediyim şey onlar məhsuldur. Mən əvvəlcədən bilməliyəm ki, ekranda istifadəçi, bu proqramın nəticəsində ekranda istifadəçiyə nə görünəcək? Fərz eləyək ki, mən qərar verdim ki, sadəcə rəqəm, ədəd görsənsin. Yəni, 2 ədəd toplasın, onun nəticəsini mənə ekranda göstərsin. Bunu qərar qəbul elədik. Yəni, dolayısıyla mən burada nə edəcəm? Bunun içərisində bir əməliyyat aparacam. Bu nə etməlidir? Burada bunun içərisinə hansı dəyər qoyulubsa, bunu götürməlidir. Bu gələcək bura. Və bu da gələcək bura. Bunun içərisində bir əməliyyat gedəcək və əməliyyatın nəticəsində də hesablanacaq, nəticə olaraq ekrana veriləcək. Və ondan sonra bir də bura məlumat daxil olmalıdır. Yəni, bu qabın içərisində də o aparat dediyimiz şeyin, qurğu dediyimiz şeyin elə bir yeri olmalıdır ki, mən bura məlumat daxil edə bilim. Çöldə məlumat daxil oldu bura. Birinci A ədədini nə istəyirəmsə, B ədədi daxil oldu bura və nəticədə belə bir şey oldu. Bir nəticə çıxdı ortaya. Və bu bizim qurmaq istədiyimiz proqramın vizual formatıdır. İndi bizim eləyəcəyimiz şey nədir? Bu vizualda olan şeyi biz yazılı şəkildə ifadə eləməliyik. Harada? Bu RAM.py faylının içərisində. Hansı dillə ifadə eləməliyik? Bizim seçimimiz Python'dur. Deməli ki, mən burada birinci nəyi özümə soruşmalıyam? Deməli, mən birinci əgər proqram yazmaq istəyirəm. Birinci mən fikirləşməliyəm ki, bu toplama qurğusu dediyim, ad verdiyim o qurğunu necə ifadə edəcəm? Onun ifadə şəkli budur. Yəni, Python'da. Mən bir dənə fayl yaratmışam. Adına run.py qoymuşam. Bunu dəyişdirə bilərəm, toplama deyə bilərəm və s. və s. Bunu təyin elədim. Bu mənim qurğum olacaq. Yəni, mənim aparatım bu olacaq. Və bu aparatın içərisində mən nə təyin eləməliyəm? Bir dənə A dəyərinin yerləşməsi üçün bir dənə qab təyin eləməliyəm. Ondan sonra B təyin eləməliyəm. Ondan sonra o A və B-nin içərisindəki dəyərləri toplaya biləcək bir dənə C adında qurğu təyin eləməliyəm. Və ondan sonra da deməliyəm ki, zəhmət olmasa bu C-nin içərisindəki dəyəri ekranı istifadəçiyə göstər. Bütün bu prosesləri mən yazılı şəkildə ifadə etməliyəm. Gələk onu birinci bu prosesi necə etməliyik? Gəlirəm bura. Birinci deyirəm ki, bunu sonradan izah edəcəm. Deməli, prosesin necə olmalı? Mən qurğumu təyin eləmişəm, adına run demişəm. Yəni, bu fərqli ad verə bilərik buna. Ondan sonra burada deyirəm ki, A ədədi üçün bir qab təyin et. Ondan sonra gəldim, deyirəm ki, B ədədi üçün bir qab təyin et deyirəm bura. Ondan sonra deyirəm, üçüncü bir ehtimal, deyirəm ki, C, bu A üstə gəl B əməliyyatını icra et. Nəticəni C adlı bir qutunun içərisinə qoy. Qabın içərisinə qoy. Ondan sonra və bunun üçün də əlbəttə ki, nəticənin, belə deyək də, nəticənin toplanması üçün C adlı qutu qab təyin et. Bu işin ilkin, bu dizaynını hazırladıq biz. Yəni, sözlə ifadə elədik. İndi bundan sonra bu əməliyyatları, bunlar hələ ki, mənim təyin edəcəyim şeylərdir. Və indi bunu mən Python'dan, deyək ki, Python'ın qrammatikasını öyrəndim və belə bir şey yazdım. Hətta A ədədi üçün bir qab təyin et dedim. Məsələn, deyək ki, hədəf nədir? 5 ilə 6-nın toplanması ilkin olaraq. Deyirəm ki, A qabının içərisinə
A qabının içərisinə qabının içərisinə 5 dəyərini əlavə et. Yəni bu çöldən daxil olunur. Eyni şəkildə burada qeyd edirəm. B qabının içərisinə altı dəyərini daxil et. Əlavə et deyəcəm. Ondan sonra icra et. Bu nəticəni ən sonunda deyəcəm ki, bunu icra eləsin və bu nəticəni neynəsin? Əldə olunan nəticəni, əldə edilən nəticəni C qabına əlavə et. Əlavə etdir. Və ən son olaraq da deyəcəm ki, C qabının içərisindəki dəyəri, daxilindəki dəyəri istifadəçiyə göstər. Baxın, belə bir instruksiya yazdım. Bu instruksiyanı yazmaq üçün də mənə ilham verən nədir? Bayaqki qurduğum bir dənə qurğudur. Okay? İndi bunu mən şifahi olaraq özümdə izah elədim özümə. Dedim ki, bu olmalıdır, bu olmalıdır. İndi növbəti addım nədir? Bunları, burada yazılan, şifahi olan yazılanları terminolojik olaraq Python'ın qrammatik qaydalarına əsasən yerləşdirmək. Bunları idarə eləmək üçün, bunları ifadə eləmək üçün Python'da belə bir sintaks var. A bərabərdir 5. Bunları ifadə eləmək üçün belə bir qayda var. B bərabərdir 6. Ondan sonra burada deyirəm ki, C bərabərdir A üstəgəl B. Bunu təyin edirəm. Və ən sonunda deyirəm ki, print C. Baxın, yəni bunların artıq Python sintaksına uyğun olaraq, Python terminologiyasına uyğun olaraq ifadə şəkli belədir. Bunu biz öyrənəcəyik. Və indi burada var, bəs tamam, mən bunu yazdım. Eləmi? Bunun mənim kompüterim tərəfindən və ya mənim kompüterimi izah eləmək üçün ki, qardaş, A nədir, 5 nədir, B nədir, 6 nədir, C nədir, 6 üstü, A üstəgəl B nədir? Bunları izah eləmək üçün də mənim tərcüməçiyə ehtiyacım var. Nə edirəm? Gedirəm internetdən. Bu Python üçün, Python proqramlaşdırma dili üçün xüsusi bir şey var. Tərcüməçi var. Buna biz Python interpreter deyirik. Bunu gedirik buradan yükləyirik. Gördüyünüz kimi burada hansı versiya var? 3.10 versiyası var. Bunu yükləyirik kompüterimizə və install edirik. Bunu məndə yüklənir və bunun nəticəsində belə bir proqram açılacaq sizdə. Bunu install edirsiniz. Baxın, belə bir ekran açılır. Yəni, bu nədir? Bu ekranda gördüyünüz şey nədir? Bu elə bir qurğudur ki, siz bura Python kodları yazanda o onu maşına izah eləyə bilir, tərcümə eləyə bilir. Misal üçün, A, məsələn, 5 üstəgəl 6. Bunu baxın, tərcümə elə. Normalda mənim kompüterim 5 üstəgəl 6 nədir bilmir. Və ya mən burada deyə bilərəm ki, print deyək ki, nə var, nə yox. Baxın. Burada yazılan ifadə nədir? Budur. Bu Python sintaksına, Python'ın qrammatik qaydalarına uyğun yazılan bir ifadədir. Amma mən başqa bir dildə yazsam, məsələn, bu JavaScript dilidir, məsələn, console log, nə var, nə yox. Əslində, bu yazılan ifadə JavaScript-də də eyni işi görür. Yəni, ekrana nəticə göstərmək üçün lazım olan bir prosesdir. Amma indi baxın, buna mən baxanda, baxın, belə bir nəticə çıxdı ekrana. Deyək ki, trace back, dedik, belə bir name console is not defined deyə. Bu, mənə səhv verdi. Yəni, dedi ki, qardaş, sən elə bir şey yazmışsan ki, mənim tərcüməçim. Mən onu başa düşüb tərcümə edə bilmirəm maşına. Zəhmət olmasa, mənim başa düşəcəyim qrammatik qaydalara əsasən bir kod yaz.
Yəni bir ifadə yaz ki, mən onu başa düşüm, maşına izah eləyə bilim. Yəni bunu da spesifik olaraq bu proqramda nə üçün ayrılıb? Sadəcə Python-u tərcümə eləyə bilmək üçün. Yəni biz burada Python kodlarımızı yazacağıq və bunu yüklədikdən sonra mən indi burada bir dənə kod yazmışam. Mən indi bunun tərcümə elətdirmək istəyirəm. Yəni deyirəm ki, mənim burada yazdığım kodları maşına tərcümə elə, mənə nəticəni ver. Bunlar məsələn ayrıca bir faylın içərisində yazılıb. Düzdürmü? Mən indi bu faylı ötürməliyəm kimə? Tərcüməçiyə ki, o onu tərcümə eləsin, mənə nəticəni versin. Okay? Mən bunu eləmək üçün nə edirəm? Adicə, əgər mən bu Python proqramını yükləmişəmsə, bir CMD proqramını açıram burada. Deyirəm ki, məsələn, mən burada PY yazıram, PY və ya Python. Əgər kompüterimə yükləmişəmsə, burada terminalda mən o proqramı icra eləyə bilirəm. Və PY yazıram və deyirəm ki, zəhmət olmasa mənim filan yerdə olan faylımı icra elə, tərcümə elə. Yəni, bunun üçün də mən nə etməliyəm? Baxmalıyam ki, mənim o faylım hardadır. Baxıram ki, mənim faylım hardadır. Burada belə bir yerdədir. Mən deyəcəm ki, zəhmət olmasa bunun içərisindəki, baxın, bu location'da olan, bu adresdə olan nə? Run.py faylını icra elə. Baxaq. Buradan bunu tam görmür. Mən indi bunun daha rahat ola bilməsi üçün, belə deyirəm. Deyirəm ki, bu hardadır? Document. Gedirəm. Ondan sonra deyirəm ki, CD. Hətta belə deyək, CD. Bunu daxil edək. Mən o faylımın olduğu yerə gedirəm. Yəni, bu papkaya getdim. Fikir verin. Və burada deyirəm ki, py, run, py. Yəni, bu faylı mənim üçün zəhmət olmasa tərcümə elə. Gördüyünüz kimi, bu nə verdi mənə? Onu tərcümə elədi, orada yazılan run.py-nin içərisindəki kodları tərcümə elədi, mənə nəticəni verdi. Hətta bunu yoxlamaq üçün gəlib burada mən bunu dəyişdirim, 9 yazım. Təzədən icra edeyim bunu, bu komandanı təzədən icra edeyim, baxın. Bu avtomatik, bunun qabağına yazdığım py nə deməkdir? Py əslində bizim üçün redirect edir. Yəni ki, deyir ki, zəhmət olmasa get o Python-ın tərcüməçisini çağır, onun içərisində bu faylı ötür ki, o onu tərcümə eləyə bilsin. İndi bunu biz bu şəkildə tərcümə elədik. Amma burada diqqət edirsinizsə, hər dəfə kod yaz, ondan sonra onu apar orada tərcümə elə və s. Bu bizim üçün problemdir. Bunu daha rahatlaşdırmaq üçün mən Visual Studio'dan istifadə edəcəyim. Visual Studio'da extension bölməsində bura gəlirsiniz. Extension bölməsində Python yazırsınız bura. Və burada sizə Python yaza bilmək üçün bir neçə dənə extension pack var. Bunu yükləyə bilərsiniz. Python'ın özünü yükləyə bilərsiniz. Python extension'ını, Python extension pack'i yükləyə bilərsiniz. Bunları yüklədikdən sonra bu nə edir? Mən bunları yüklədikdən sonra bura diqqət edin. Bunun aşağısında burada belə bir yer var. Yəni Visual Studio'nun aşağısında belə bir şey yaranır. Diqqət edin bura. Bu nə deməkdir? Bu o deməkdir ki, artıq mənim Visual Studio proqramı, kod yazdığım proqram inteqrasiya olunub. Bu, baxın, mənim o tərcüməçimin olduğu yerdir bura. Hətta bunu buradan da görə bilərik. Baxın, mənim tərcüməçim hardadır? Yəni, fiziki olaraq harda yerləşir? Bunu gedək bir dənə baxaq. Baxın, mənim tərcüməçim buradadır. Fikir verin. Harda? C-nin içərisində, user-ın içərisində, Asus, AppData və s. Gördüyünüz kimi buradakinin eynidir. Amma buradakı papka fərqinə baxın, burada Python 3.10'dur. Burada isə Python 3.9'dur. Mən əgər bura daxil olsam, bu mənə nəyi göstərir? O Python tərcüməçisinin versiyasını göstərir. Məndə hal-hazırda aktiv olan versiya hansıdır? Budur, 9'dur. Və, pardon, məndə elə 10 imiş, pardon. Və burada mən bunu tərcümə eləyəndə
bu proqramdan tərcümə edəcəm. Və bunu inteqrasiya eləyənlər kimdir? Mənim Visual Studiomdakı extensiondur ki, mən çətinlik çəkməməyim üçün, yazdığım kodun nəticəsini daha rahat görə bilmək üçün belə bir extension var. Bunu inteqrasiya elədik. Ondan sonra mən burada Visual Studio'nun daxilində burada yazdığım kodun nəticəsini necə görəcəm. Bunu eləmək üçün terminal açırıq təzə. Təzə bir terminal açdıq. Və burada diqqət edirik ki, mənim o faylım hardadır? Mənim hal-hazırda üzərində işlədiyim fayl, baxın, mənim location'ım haradır? Distant Learning, Python Development adında bir dənə papkadır. Amma mənim o run.py faylım nəyin içərisindədir? Python Introduction-ın içərisindədir. Dolayısıyla mən onu icra eləmək istəyirəmsə, belə eləyəcəm. Deyəcəm ki, zəhmət olmasa Python tərcüməçisini çağır. Ona ötür nəyi? Python Introduction papkasının içərisindəki run.py faylını. Bunu ötür. Və bunu mən enter elədiyim zaman, baxın, bu burada mənə nəticəni göstərir. Belə də eləyə bilərəm və ya bu Python birbaşa bu papkanın içərisində daxil ola bilərəm. cd Python Introduction. Baxın, bu mənim üçün cd nə deməkdir? Change Directory deməkdir. Yəni bir folderın içərisinə girə bilmək üçün mən bundan istifadə edirəm. Bunlar cmd komandalarıdır. Mən buna daxil oldum. Və əgər bu heç terminalla işləməmişsinizsə, mən indi bir qaynaq qoyacağım ki, bəsit terminal komandaları, change directory, dir, yeni directory yaratmaq üçün nə etmək lazımdır, directory silmək üçün nə etmək lazımdır, directory içərisindəki faylların adlarını dəyişdirmək üçün hansı komandalardan istifadə etmək lazımdır. Onlarla bəsit olaraq tanış olsanız, işiniz daha asan ola bilər. İndi mən bunun içərisindən daxil oldum. İndi yenə deyirəm. Zəhmət olmasa Python tərcüməçisinə deyirəm ki, zəhmət olmasa mənim run.py faylımı tərcümə eləmənin nəticəsini göstərir. Və biz burada bu yazdığımız artıq mən burada baxın, mən burada run.py eləyəndə bayaqlar şəklini çəkdiyim bir proqramı başladım icra etməyə. Hansı ki o proqramın içərisində daxil eləmək üçün, məlumat daxil eləmək üçün bir yeri var. Data daxil eləmək üçün bir yeri var və mən onlardan istifadə edirəm. İndi həqiqi mənada bir dənə mən Python'da çöldən bir dəyər daxil eləmək istəyirəmsə, çöldən dəyər daxil eləmək deyilən məfhum da nədir? İstifadəçinin bu məlumatı da. Məndə hal-hazırda bu dəyərlər proqramın daxilindədir. Sanki mən o A qabının içərisinə 9-u özüm yerləşdirmişəm. Amma mən onu istəmirəm. İstəyirəm ki, mənim proqramım işləyəndə istifadəçidən desin ki, hansı ədədləri toplamaq istəyirsənsə, A ədədini toplamaq istəyirsən, yoxsa B ədədini. A ədədi nə olacaq, B ədədi nə olacaq, onları istəyirəm. Bunları eləmək üçün də Python'ın qrammatik qaydaları var. Bunu eləmək istəyirsə. Bunun üçün mən bir dənə belə yazım. Gəlirəm, proqramı dəyişdirirəm biraz. Deyirəm ki, input, hətta deyirəm int. Bunun indi nə mənaya gəldiyini sonradan danışacaq. Input A ədədini daxil edin. Deyə belə bir yazı yazırım. Ədədini daxil edin. Bunu daxil etdik. Ondan sonra eyni şəkildə B ədədini daxil edin. B ədədini daxil edin dedim. Və ondan sonra bunu indi baxın. Bu, məsələn, burada yazılan sintaks, hansı ki, daha sonraki dərslərdə izah edəcəyik bunu. Bunun vəzifəsi nədir? İstifadəçinin ora proqrama dəyər daxil eləməsinə şərait yaradır. Baxın, indi bunun icrasına gələcəm bura. run.py elədiyim zaman, baxın, istifadəçidən məlumat daxil eləməsini istəyir. Mən yazıram 34. Ondan sonra gəlirəm B ədədinə deyirəm 12 və baxın, bunun nəticəsində mənə proqramı icra elədiyim zaman nəticədə mənim istədiyim ədədi toplayıb. Artıq mən burada nə yazmış oldum? Bir dənə proqram yazmış oldum. Ki, verib, istədiyim ədədi daxil edirəm, mənə nəticəsini verir.
Bu əslində, yenə deyirəm, bizim üçün nədir? Çöldə yaratdığımız qurğunu, yəni fiziki, real həyatda təsəvvür elədiyimiz bir aparatı, bir qurğunun kod şəklində, yəni yazılı şəkildə simulyasiya olunmasıdır. Əslində proqramçının işi də budur. Yəni dolayısıyla burada önəmli olan nədir? Diqqət elədirsə, əgər mən bir məsələnin, bir qurğunun planını, proqramını və necə olacağını əvvəlcədən planlamasam, mən onun instruksiyasını, yəni vizuallaşdırılma, simulyasiyasında hansı dil olursa olsun, onu yaza bilmərəm. Düşünün, indi dərsin sonunda bunu deyim. Əgər mən o bayaqları, o simulyasiyanı qurmasaydım, şəklini çəkməsəydim işin, yəni ki, burada A adında bir qab olacaq, burada B adında bir qab olacaq və bunlar gələcək, birləşəcək C adında bir dənə qabda və nəticə olaraq bu çıxacaq. Bunun öncədən planlamasını eləyə bilmə qabiliyyətim olmasaydı, sizcə mənim bu sintaktik bilikləri bilməyim, yəni Python dilinin sintaksisini bilməyim mənə bir fayda gətirəcəkdimi? Əsla. Yəni, dolayısıyla burada nəyin daha əhəmiyyətli olduğunu indidən başa düşmək lazımdır. Proqramlaşma dilini öyrənmək, bir Python dilini öyrənmək və ya C# dilini öyrənmək və ya PHP dilini öyrənmək həmişə hardan sonra gəlməlidir? Birinci mən qabağımda məqsəd qoymalıyam ki, mən nə iş görmək istəyirəm? Nə iş görmək istəyirəm? Və onun üçün, o işi görmək üçün mənim nələrə ehtiyacım var? Və o işi görmək üçün o ehtiyaclarımı gedəcəm və bu ehtiyacları mən Python dilində necə ifadə edə bilərəm, yaza bilərəm. Bunu öyrəndikdən sonra bu nəticəni əldə edə biləcəm. Və bizim də Python öyrənərkən əsas mahiyyətimiz bundan ibarətdir. Yəni, əsas hədəfimiz bundan ibarətdir. Çünki bu məntiqlə öyrəndiyiniz zaman siz həqiqətən işin, prosesin necə getdiyini düzgün anlaya bilmiş olacaqsınız. İndi bunun üçün də bu dərsin mahiyyətini biraz qavramaq üçün özümüzə sual verməyimiz lazımdır ki, və bu suallara bir cavab axtarmaq lazımdır ki, niyə, məsələn, Python dili üçün ayrı bir tərcüməçi var, niyə C# üçün ayrı bir tərcüməçi var, niyə JavaScript üçün ayrı bir tərcüməçi var və bu tərcüməçilərin arasındakı fərqlər nədir? Bu interpreter tərcüməçidir, bir də var compiler tərcüməçi. İndi növbəti dərsimizdə Python'ın tərcüməçisi olan interpreter tərcüməçinin necə işlədiyini, mərhələ-mərhələ necə işlədiyini görəcəyik və kodları necə maşın dilinə tərcümə elədiyini görəcəyik. Bu günlük bu qədər, növbəti dərsdə görüşənə qədər.